On sözü ök və on sözünün birləşməsindən formalaşmış bir addır. Artıq qeyd etdiyim kimi ök sözü əski türk dilində yaradan mənasına gəlirdi. On sözü isə türk dillərində rəqəm və birlik mənasına gəlir. Və dolayısıyla ök on ilahi birlik, imanlı birlik deməkdir. Bu isə o deməkdir ki, Hunlar, Hun olmuş türklər Assur boylarından olmuş boylar olduğundan onlar artıq Assu və Ur boylarının hər hansısa birinin adı ilə yox, imanlı birlik mənasına gəlmişdir. Və biz həmçinin Çin qaynaqlarında 10 oxlarında olduğunu bilirik. Bəziləri düşünür ki, burada olan ox sözü sıradan oxu bildirir. Mən bu söyləşidə də ifadə etdiyim kimi türklər yazılı dönəmdən əvvəl müvafiq adları, müvafiq sözləri müvafiq bənzər isimlər ilə ifadə etməyə çalışmışdı. Yaradan mənasına gələn ök sözü və yayın atdığı ox sözü fonetik olaraq bənzər olduğundan daha sonra türklər hakimiyyəti ifadə etmək üçün yayı, kamanı simvollaşdırmışdı və yayın atdığı oxlar isə həmin kama, həmin xana tabe olan boyları ifadə etmişdi. Yəni hakimiyyət damğası olan yay, kaman və ox və həmçinin ök on, yəni Tanrıya inananların, imanlıların birliyi mənasına gəlmişdi. Və beləliklə Hun sözü ök on, imanlılar birliyi mənasına gəlir. İmanlı birlik mənasına gələn Hun sözü və hakimiyyəti ifadə edən yay, kaman və ox damğası paralel işlənmişdi. Və daha sonra bu Hun sözü həm Hun olaraq, həm Hunların birliyi mənasında Kuman olaraq və həmçinin M-B keçidi ilə qıpçaq olaraq qarşımıza çıxır. Geriyə qalan yeganə sual isə qıpçaq sözünün sonundakı caq hissəsidir. Bu caq hissəsi açıq söz kökü ilə mi bağlıdır, yoxsa saq sözünün fonetik dəyişimidir? Hun, saq, Hun və saq birliyi deməkdir. Kanzak şəhərində olduğu kimi düşünməyə dəyər.